Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Azedu Təhsil Portalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan təhsilsiz verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Təhsilə dair aktual mövzuları təhsil tədqiqatçısı Elmin Nuri ilə bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Salam, xoş gördük. Elmin bəy, bildiyiniz kimi ötən gün Elm və Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası, mövcud vəziyyət və perspektivlər mövzusunu həsr edən konfransda çıxış edib. Konfrans zamanı bir neçə məsələ müzakirə olunub. İstərdik ki, elə biz də həmin mövzulara dair biraz sizlə danışaq. İlk mövzumuz bundan ibarətdir ki, Nazirlik belə bugün qəbul edib ki, dərsliklərin dilində problem var. Hətta bugün jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun rəhbərliyindən də bildirilib ki, hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinlik yaranır. Bu halda sual yaranır ki, bəs bu problem hələ də həllini niyə tapmır? Bir daha təşəkkürümü bildirirəm Məltəm xanım. Doğrudan da dünənki konfransda Elm və Təhsil naziri Emin Əmrullayev bir neçə istiqamətdə çox vacib məsələlərə toxundu. Və sizə deyim ki, həmin toxunulan məsələlər ilk dəfə deyildi ki, qabardılırdı. Elə nazirin özü tərəfindən də bir neçə dəfə sadalanan problemlərdir. Elə dediyiniz dərslik məsələsi. Nazir həm jurnalistlər üçün keçirilən brifinqdə, həm rəsmi görüşlərdə, ümumiyyətlə media platformasının olduğu bir çox yerlərdə dərsliklərlə bağlı müsbətlərlə yanaşı mənfiləri də deyib. Yəni bunu gizlətməyib. Bəli. Və ən böyük problem də dərsliklərin dili, akademik ağırlıqla bağlıdır. Bu əvvəlki illərdən gəlmiş bir mexanizmdir. Amma bir məsələ var. Məsələ təkcə problemin qabardılmasından yox, həm də onun icrası, tətbiqi, yəni əməli məcraya keçməlidir. Tamam, başa düşdük. Çox təşəkkür edirik ki, dərsliklərlə bağlı problemlər birbaşa təhsil qurumu və nazirin öz tərəfindən deyilir və nazirlə yanaşı digər rəsmi təhsil səlahiyyətliləri tərəfindən də vurğulanır. Amma az öncə bildirdiniz ki, RT, yəni Təhsil İnstitutu tərəfindən də bəli, bu deyilib, gözəl. Problemi demək azdır. İkinci mərhələ problemin həlli ilə bağlı çıxış yollarının, təkliflərin təqdim olunması məsələsidir. Həll yollarının təklif olunması məsələsidir. İkinci mərhələ. Üçüncü mərhələ nədir? Artıq həmin təkliflər arasında seçilənlərin, yəni ən uyğun, ən adekvatı olanların icra prosesində həyata keçmək məsələsidir. Biz artıq birinci mərhələdən razıyıq. Problem qoyuluşu. Problem qoyuldu. İkinci mərhələdə deyək ki, təkliflər irəli sürülür. Halbuki çox təəssüf ki, biz elə təkliflər görmürük. Yəni söhbət burada təkcə rəsmi təhsil şəxslərindən getmir. Ekspert qrupu var təhsillə bağlı. Söhbət hansı bir WhatsApp qrupundan getmir, bir institutdan gedir. Digər təhsil insanları əslində bunlar təkliflərlə çıxış etməlidirlər. Hamı problemi deyir. Dərsliklər ağırdır. Yaxşı, əziz insanlar. Başa düşdü ki, ağırdır. And olsun Allaha o qədər deyilib ki, artıq birinci sinifdə oxuyan uşaq da bilir ki, dərslik ağırdır. Hələ onu yaşamaqdan əlavəyə, informativ olaraq bilir ki, belə bir məsələ var. Yaxşı, bəs onu təklifləri deyək də, biz necə edək ki, biz bu dərslikləri özümüzünkiləşdirək. Dərslikləri bu ağırlıqdan, dərslikləri bu negativlərdən bitirək. Yəni, bu artıq təklif zamanıdır. Nə etmək lazımdır? Yəni, artıq təhsilin yaddaşa, faktologiyaya, informasiyaları zehində saxlamaq dövrü deyil. Bu təhsilin bir mərhələsi idi. Artıq həmin informasiyaları, həmin faktların təfəkkür süzgəcindən keçirilməsi, analiz olunması prosesidir ki, modern dünyada təhsil proqramı, təhsil kurikulumu bunun üzərində qurulub. Təfəkkür təhsil deyirlər buna. Səriştə əsaslı təhsil. Yəni, səriştə həyati bacarıqlar üçün tətbiq olunan məsələlərdir. İndi biz necə edək ki, bir dərsliyi, deyək ki, bu dərslikdir. Bir dərsliyi həyati bacarıqlar üçün, həyati tətbiq üçün bir əlverişli, faydalı hala gətirək. Bunun üzərində düşünmək lazımdır. Bunun mexanizmi cızılmalıdır. Bu günləri bununla bağlı artıq işlər görülməlidir. Təkcə problemin deyilməsi gözəldir. Öz yerində, çünki problem deyilməsə, onun həlli yoluna da baş-baş olmaz. Təbii, bu ardıcıllıqdır. Biz birinci mərhələni keçməsək, birinci mərtəbəni qalxmasaq, ikinci mərtəbəyə qalxa bilmərik ki, bu bəlli algoritmdir. Nə etmək olar?
Təhsillə bağlı, dərsliklə bağlı problemdən danışanda, dərsliklərdəki neqativlərdən danışanda, bəziləri elə başa düşür ki, orada hansısa ilin səhv getməsi, orada nə bilim, hansısa informasiyanın, faktın yanlış olması dərsliyin xətasıdır. Bu mexaniki səhvdir. Dərsliyin ən böyük xətası o deyil. Dərsliyin xətası alt qatda gizlənir. Və akademik ağırlıq var, ən böyük xəta odur. Əgər bir dərslik şagirdin masasının üzərindəki, onun çantasındakı, bütün gün onunla yol gedən bir dərslik şagirdə yoldaş kimi görünmürsə, o artıq həmin dərsliyin xətasıdır. Şagird tamam inanın, əmin olun ki, mən bunu bədii istiqamətdə ya pafos üçün demirəm. Tam reallıq istiqamətində deyirəm ki, dərslik bu günləri şagirdin gözünə, xüsusən də az yaşlı şagirdlər, deyək ki, ibtidai oxuyan şagirdin gözünə, onun dostu kimi görünmürsə, ona bir maraqlı bir vasitə kimi görünmürsə, bu artıq onun problemidir. Və biz nə etməliyik ki, dərsliyi həmin bu yanaşmadan çıxartmalıyıq. Onu düşünmək lazım. Dünyada dərsliklərin hazırlanması mexanizmi bunun üzərində gedir. Faktlar verilir, müəyyən bir informasiyalar var. Düşünülür ki, burada, məsələn, 8 yaşlı uşaq bunu necə qavraya bilər, öz analizini necə keçirə bilər və bunu nə ilə əlaqələndirə bilər, oyun əsaslı hansı mexanizmlər buna tətbiq edə bilərik. Deyək ki, bir mövzudur, tamam, mövzu verildi. Mövzunun uşaq psixologiyasına çatdırılması üçün daha çox oyun əsaslı elementlərdən istifadə olunur. Onun yaddaşında həmişəlik qalır. Yəni, dərslik təhsil pedaqoji proses deyil, dərslik həm də fizioloji prosesdir, həm də psixoloji prosesdir. Və insan elə bir varlıqdır ki, onun öyrəndiklərinin böyük bir hissəsi 7 yaşa qədər topladığı mərhələdə olur. Yəni, onun yapısı budur. Yəni, bu istiqamətdə dərsliyi şagirdin dostuna çevirmək lazımdır. Şagirdə ağırlıq edən yox, şagirdə, necə demiş sizə, maraqlı gələn, onu təkcə informasiyanı yükləyən yox, onu həm də müəyyən mənada əyləndirən bir vasitəyə çevrilməlidir dərslik. Mən demirəm indi, bütün gün dərsliklərdə nəsə biz animasiya yazaq, bu, xeyr, əksinə. Bu fizioloji prosesdir, bu psixoloji prosesdir. Bir səhifə, açır səhifənin rəngindən tutmuş, oradakı məzmundan tutmuş, oradakı formaya qədər hər şey şagirdin birbaşa görüm nöqtəsi deyirlər. Görüm nöqtəsi üçün yad olmamalıdır. Yad oldusa vəssalam, getdi. Şagird həmin dərsi orada bir şəkildə əzbərləyəcək, gedəcək məktəbdə yaxşı qiymətini alacaq. Amma o səhifə, o mövzu ona yad görünüb deyənə, o heç vaxt onu özünlə daşımayacaq. Əmin ola bilərsiniz. Yəni, bax, problemin kökündə bu durur. Nazirin demək istədiyi məsələdə məhz bundan ibarətdir. Baxın, məzmun baxımından problemlər var. Dediyim kimi, akademik ağırlıq, üslub, qəlizliyi, forma və üçüncü məsələ, forma ilə məzmunun bir-birindən uyuşmamazlığı. Baxın, məzmun ağır olanda foto, deyək də, rəsm. Həmin məzmunla bağlı foto da onunla müəyyən qədər uyuşa bilmir. Onu tamamlaya bilmir. İnsan psixologiyası elədir ki, o həmişə tamamlanmış bir subyektə baxmaq istəyir. Məsələn, qarşınızda bir dərslik var. Dərslikdəki bir foto ola bilsin ki, biz ona baxmarıq heç. Çevilə bilərik. Amma o şuuraltı öz işini görür. Doğrudan işini görür. Şuuraltı proses elə bir prosesdir ki, biz onu həmən fəhm edə bilmərik. Həmən onun fərqinə varmaya bilərik. Amma sonraki gedişatlarda, dediyim kimi, səriştə əsaslı həyatın özündə o müəyyən qədər bizim qarşımıza çıxa bilir. Və bu uyğunsuzluq olanda biz onu özümüzdən daşımırıq. Sözümün qısası, keçib növbəti sualı keçək. Biz dərsliyi bu günləri həyata daşımırıqsa, söhbət həyatdan gedir. Fərqi yoxdur. Bunun riyaziyyatı da, bunun tarixi də, fizikası da, Azərbaycan dili və ədəbiyyatı da, təsvir sənəti də və texnologiyası da, hamısı bir yerdə. Əsas və əlavə dərs, fən deyilən bir anlayış yoxdur. Hamısı həyat üçündür. Biz onları həyata daşımırıqsa, dərslik bizim dostumuza çevrilib, səriştə əsaslı biliyə, baxın, ümumi bilik yox, faktologiya yox, səriştə əsaslı biliyə çevrilib, bizimlə həyata adlanmırsa, deməli, bu dərslik nəinki problemlidir, bu dərslik ümumiyyətlə yoxdur. Məsələ bundan ibarətdir.
Aydındır. Dünən müzakirə olunan məsələlərdən biri də Azərbaycan dili dərslərinin saatının artırılması və 6-cı sinifdən etibarən bütün bölmələr üzrə Azərbaycan tarixi dərslərinin Azərbaycan dilində tədris olunması ilə bağlı idi. Maraqlıdır ki, bəs bu dəyişiklik hansı ehtiyacdan yarandı? Gəlin onda birinci məntiqi ardıcıllıq pozmadan Azərbaycan dilindən başlayaq. Azərbaycan dili ilə bağlı da nazir tərəfindən səsləndirilən fikirlər oldu. Dərs saatlarının artırılması, müəyyən qədər onunla bağlı təkmilləşdirici təkliflər irəli sürüldü. Bu çox vacib bir məsələdir. Əvvəlcə onu deyim ki, indi müəllimlər də, təhsil ictimaiyyətində, valideynlər də bizim səmimiyyətimiz inansınlar. Deyilən fikir heç vaxt lapdan göydən düşmür. Tam səmimi sizə deyirəm. Xüsusən də bir fikir rəsmi bir şəxs tərəfindən deyilirsə, bu deməli hər hansı bir alt mərtəbədən gəlir. Analiz olunub, bunun üzərində işlənilib, müəyyən bir təkliflər paketinin içərisində var demək ki, və sonda hazır şəkildə belə bir vacib müstəvidə səsləndirilir. Tam səmimi sizə deyim. Çünki həmin vaxt onun adı ictimaiyyətə açıqlanma zamanıdır. Baxın, Azərbaycan dili fənninin kurikulumu bu il 2025-ci ildə yenidən işlənildi, təkmilləşdirildi. Həmin o 86 səhifəlik bir sənəddir. Tanış oldum onu ilə, çox xoşuma gəldi, inandırım sizi. Həqiqətən onun üzərində iş gedib. Yəni, inanmayanlar axtarış verib, Təhsil İnstitutunun saytından həmin sənədlə tanış ola bilərlər. Xüsusən də Azərbaycan dili müəllimlərinin özləri, əgər onunla tanış olmayıblarsa. Ədəbiyyatı ilə qoyruğu kənara. Azərbaycan dilinin müəyyən bir məqsəd və vəzifələri var da, həmçinin məzmun xəttləri var. Həmin məzmun xəttləri 4 istiqamətə bölünür. Deməli, ən vacibi də oxu məzmun xəttidir. İndi qıraqdan baxan elə bilər ki, oxudu da, biz onu oxuduq, getdi. Elə deyil, qətiyyən elə deyil. Təsəvvür edin, həmin oxu məzmun xəttinin özü də 4 hissəyə bölünür. Nədir onun hissəsi birincisi? Dil vasitəsindən idraki bacarıqların inkişafı. Baxın, Azərbaycan dili dərsində biz yalnız sait və samitlər hansılardan ibarətdir, ahəng qanununun tərifi nədir, sintaksis nədir, isim nəyə deyilir, fe'lin neçə zamanı kimi baxmaq müstəvisindən çıxmalıyıq. Bugün Azərbaycan dili dərsliyi özünün çox geniş məzmun xəttinə malikdir. Mən demirəm, bu fənli tədris edən müəllimlərin haqqına qəti girmək istəmirəm. Bəlkə aralarında həqiqətən də elələri var ki, onlar durmurlar, axtarırlar, araşdırırlar və məzmun xətti tək bizə aid deyil axı. Dünyanın bütün ölkələrində dil dərsləri keçirilir də və bütün ölkələrdə dil dərsinin kurikulumu var. Məsələn, maraqlanırlar ki, Finlandiya məktəblərində dil dərsinin kurikulumunda hansı özəllik var və onu özlərini tətbiq edirlər. Düzdür, onların sayı inanmıram ki, çox ola, amma hər halda var. Biz bu adamların haqqına girmədən deyə bilərik ki, əsasən məzmun xəttlərinin alt qatına varmağı bacarsınlar. Bax, bir-birinə bağlıdır mövzularımız. Dərsliklərin başqa xətası da kurikulumda məzmun xəttlərinin alt qatına çox nüfuz edə bilməmələridir. Baxın, deyilir, oxu məzmun xəttinin dil bacarıqları vasitəsindən idraki keyfiyyəti artırmaq funksiyası var. Bugün uşaq üçün bu lazımdır. Uşağın gələcəyi üçün, onun şəxsiyyət kimi yetişməsi üçün təhsil bizim üçün bunları verməlidir. Valla biz təhsili endirmişik. Yalnız və yalnız universitetə hazırlaşıb qəbul olmaq yaxud olmamaq müstəvisinə. Təhsil həyatın özüdür. Təhsil milli şuuru tənzimləyən mexanizmdir. Təhsil bütün dərsliklərlə bir yerdə. İnsan şəxsiyyətini həyati bacarıqlara görə və düşüncə qabiliyyətinə görə formalaşdıran bir mexanizmdir. Bunun çox vacib bir missiyası var. Mən indi kontekstdən çıxmaq istəmirəm. Təhsil deyəndə bizim nədən ibarət təhsil? Məktəbdən ibarətdir, düz deyilmi? Baxın, təkcə ana dilinin, Azərbaycan dilinin təkcə elə bir məzmun xəttinin hələ bir elementindən danışdıq, Və görün, həmin bir məzmun xəttinin, təkrar edirəm, oxu məzmun xəttinin 4 elementindən biri olan idraki bacarıqların inkişafı mexanizmi bir insan üçün nələrə qadirdir. Sabit həmin adam fərqi yoxdur, harada işləyəcək. Mühəndis mi olacaq, həkim mi olacaq, yaxud pedaqoq mu olacaq, fərq etməz. İdraki bacarıq
hər bir insan üçün vacibdir. Və o bacarığa malik olan şəxs sabah öz ətrafında bir intellektual mühiti formalaşdıracaq. Budur Azərbaycan dil dərsi. Azərbaycan dil dərsi sifətin neçə dərəcəsi vardan ibarət deyil. Azərbaycan dil dərsi hangi qanunun harda pozulduğu sualından ibarət deyil. Biz bunu bu günləri məktəbdə uşağa çatdırırıqmı? Kim çatdırırsa haqqına girmək istəmirəm və onları sizin vasitənizlə alqışlayıram. Kim çatdırmırsa artıq zamanıdır. Baxın, nazirin demək istədiyi məsələ bundan ibarətdir. Bu gün bu gəlməlidir məktəbə və məhz bu səbəbə görə Azərbaycan dil dərslərinin saatı da artırılmalıdır. Lazım gəlsə, bunu tədris edən müəllimlərin sayı da artırılmalıdır. Amma necə? Biz deyən müstəvidə ha. Valla, digər o məsələdə feilin neçə zamanı olduğunu, keçmiş şuhudi zamanların fərqini uşaq telefon vasitəsilə də, indi hamısı ChatGPT-dən istifadə, oradan da müəyyənləşdirə bilərlər. Amma bir müəllim mətni oxutursa, həm özü oxusa, həm şagirdini oxutursa və həmin mətnin alt qatını onun idrakı üçün, onun təfəkkürü üçün hansı yeniliklər gətirdiyini şagirdin özünə hədiyyə etsə, deməli biz həmin fəndən nələrsə qazana bilmişik. Məsələ bundan ibarətdir. Digər məsələ Azərbaycan tarixi fəndi. Biz keçən verilişdə də xatırlayırsınızsa Məltəm xanım bununla bağlı danışdıq və hansı səbəbdən təkcə 2-ci və 3-cü qruplarda yox, o cümlədən 1-ci və 4-cü ixtisas qruplarında da olmasının vacibliyini və bununla bərabər buraxılış imtahanlarında da 4-cü predmet kimi əlavəsinin vacibliyini demişdik. İndi bununla razılaşanlar da oldu, olmayanlar da çox sevinirik ki, sizinlə bərabər müzakirə mövzusuna çevrildi və ona sevinirik ki, razılaşanların sayı daha çoxdur. Şəxsən mən daha əksini gözləyirdim ki, etirazlar çox ola bilər, amma bunun əksi deyildi. Yenə bu fikrin üzərində dayanırıq. Çünki bugün fənnin özü artıq başqa mahiyyətdədir. Bugün dünya təhsili kurikulumun təfəkkür standartlarına görə hərəkət edir. Baxın, Azərbaycan tarixi fənnində, təkrar etmək istəmirəm. Bununla bağlı təşəkkür edirəm. Azərbaycan Təhsil portalında bir təhlil yazımız da oldu. Müəyyən bir məzmun standartları və onun alt qatları var. Tarixi bacarıqların təhlili istiqaməti var orada. Tarixi bacarıqların inkişafı istiqaməti var orada. Və bu bacarıqlar müəyyən istiqamətə bölünür. Tarixi araşdırma və tədqiqatların tətbiqi və empatiyanın qurulması. Bu bir istiqamətdir. Daha sonra tarixi biliklərin təhlili və bir də təhlillə yanaşı qərar qəbul etməyə təsiri. Baxın, bu nə deməkdir? Və sualın əslində cavabı ondan ibarətdir ki, Azərbaycan tarixi fənni niyə Azərbaycan dilinə keçirilməlidir və niyə onun miqyası genişlənməlidir? Biz tarixi öyrənəndə şuuraltı olaraq avtomatik şəkildə situasiyanın özümüzdə yaşayırıq. Empatiya qurmaq hissəsinə budur. Bu kurikulum standartında var. Yenə deyirəm, həmin mənbədən Təhsil İnstitutunun rəsmi saytında Azərbaycan tarixinin təkmilləşmiş kurikulumu sənədində tanış ola bilərlər bunlar. Baxın, Məltəm xanım. Bir tarixi prosesin içində olmaq, hamımız məktəbi bitirmişik, universitetdə bitirmişik. Tarix dərsləri keçmişik. Biz tarixi çox təəssüf olsun, kör-kəranə öyrənmişik. Bu gün mənim dostlarım var ki, tarixi əzbərdən bilirlər. İstənilən döyüşdə əzbərdən desinlər, bəlkə saatinə qədər. İstənilən şəxsin hakimiyyət illərini əzbərdən desinlər. Döyüşdən sonraki üsyanların olduğu yeri, məkanı desinlər sizə. Amma bu kör-təbii faktologiyadır. Onlar, mən düşünürəm, empatiya qruplarımı və həmin situasiyadan onun dırnaqarası oğurladığı məsələ nədən ibarət olub? Bu məsələ var. Və bugün biz şagirdlərə bunu öyrətməliyik. Bəs artıq biz, keçən dəfəki misal təkrarlamaq istəmirəm, filan döyüş neçənci ildə oldu məsələsindən qurtarmalıyıq açığı. O bizə ən yaxşı halda hansı intellektual bir oyunda düşə bilər. O da ki, əgər orada iştirak etsək. Qutardı getdi, bunun başqa tətbiqi mexanizmi yoxdur. Burada biz tarixi biliklərin təhlili və əlaqələndirməsi müstəvisinə qayıtmalıyıq. Bugün tarixdə baş verən bir proses, içində olduğumuz, necə deyim ki, bir situasiyanın hansı bağla, hansı zəncirlə
əlaqəsində xidmət edir. Və mən orada nəyə götürə bilərəm? Bax, bu kimi məsələləri var. Bu şeylərə görə və üstə gəl, tarixin özü-özlüyündə milli şuur hadisəsi olmasını qətiyyən unutmasaq, deyə bilərəm ki, sadallanan məsələ də çox vacib bir məsələdir. Azərbaycan tarixi fənni, təkrar edirəm, həm tədrisi qeyri ana dilimizdə olan məktəblərdə mütləq Azərbaycan dilində tədris olunmalıdır. Söhbət burada əsasən rus dilli məktəblərdən gedir və rus bölmələrindən gedir. Və plus, üstə gəl, Azərbaycan dilli bölmələrində də həm Azərbaycan tarixinin dərs saatlarının artırılmasına geniş ehtiyac var, həm də, yenə təkrar edirəm, buraxılış imtahanlarına 4-cü vacib predmet kimi mütləq əlavə olunmalıdır. Çünki Azərbaycan tarixinin alt qatı digər 3 predmetdən, riyaziyyatdan, ana dili və xarici dildən heç də geri qalmır. O da bizə vaxtı kimi lazımdır. Bəli. Elmin bəy, başqa bir mövzuya toxunmaq istərdim. Nazir bir çıxışında qeyd etmişdi ki, sertifikasiyanın birinci mərhələsində minimum biliklər yoxlanıldı. Müəllimlərin minimum bilikləri yoxlandı. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə sertifikasiyada müəllimləri daha çətin suallar gözləyir. Bu halda sual yaranır ki, gələcək illərdə sertifikasiyadan kəsilən müəllimlərin sayında artım ya azalma gözlənir? Təşəkkür edirəm. Ümumiyyətlə, düşünürəm ki, bu çox geniş bir söhbətin mövzusudur. Və müəllimlərin sertifikatlaşdırması prosesi birinci sikldır. Yəni, birinci 5 illikdə söhbət gedir 2025-2026-cı illərdə çox humanist qaydalar əsasında təşkil olundu. Tam səmimi sizə deyirəm. Və suallar həddindən artıq sadələşdirilmiş şəkildə verildi. Bunu mən demirəm. Mən müəllim deyiləm. İştirak edənlər də əksəriyyət bəli, yerində danışır. Özünüz təhsil portalının əməkdaşısınız. Xeyli sayda müəllimlərlə ünsiyyətdə olursunuz. Və sertifikasiyadan yüksək bal toplayan müəllimlərin ilk danışan şəxslərdən biri sizsiniz. İnanın, əksəriyyəti deyirlər ki, mən hazırlaşmadan getdim və 60 bal yığım qayıtmışım evə. Hətta bir çox müəllim qeyd edir ki, əgər şans yaradılırsa, hər il biz özümüzü sınamaq üçün iştirak etmək istərdik. Xatırlayıram, bir neçə ay bundan əvvəl biz tərəfdən, şəxsən mən tərəfdən bir təklif irəli sürüldü ki, yəni mənim subyektiv yanaşmam idi. Müəllimlər sertifikasiyası 5 ildən 3 ilə endirilsin. İnanın, bilinməli şəkildə bir topa tutulduq, tam səmimi deyirəm. Halbuki əsaslandırdım ki, bu müəllimin mənafeyinə olan bir məsələdir. Özündən əmin olan müəllim, çox güclü, ehtiyac yoxdur. Öz sahəsini orta səviyyədən bilən müəllim üçün bu şansdır ki, öz əmək haqqısını 5 ilə yox, 3 ilə təzədən yenidən qaldırsın. Baxın, əslində biz bunu demək istəmişik. Onun üzərində dayanmaq istəmirəm. Məsələ nədən ibarətdir? Yenə mən düşünürəm ki, öz subyektiv fikrim deyirəm ki, bundan sonraki 5 illikdə də, indi hər bir adı ondan bağlı dövlətin sənədi hazırlanacaq. Görək növbəti siklda hansı yeni qaydalar olacaq, nələr olacaq. Amma söhbət suallara gələrsə, mən yenə də sualların çox da qəliz olacağını düşünmürəm. Tam səmimi sizə deyirəm. Tam səmimi. Çünki inanmıram ki, birinci 5 illikdəki ağırlıq dərəcəsi ikinci 5 illikdəki ağırlıq dərəcəsindən kəskin fərqlənsin. Mən şəxsən buna inanmıram. Düzdür, elə müəllimlər var ki, çox təəssüf olsun ki, sertifikasiyada ən bəsit suallara belə cavab verə bilmədiyi halda bütün problemi təşkilati və digər qurumlarda görür. Söhbət qurumdan getmir. Ümumiyyətlə, səbəbləri əsaslandırdılar. Bəlkə problem elə bizik. Açıq danışaq da. Təsəvvür edin. Bu studiyada biz bir dəfə bunu müzakirə etmişdik. Təzədən, uğurlu insan o insandır ki, hər bir insan səhv edə bilər. Nədəsə çatışmazlıq ola bilər. Nədəsə zəiflik göstərə bilər. Bu normal haldır. Amma uğurlu insan o insandır ki, o öz səhvlərindən nəticə çıxara və özünü inkişaf elətdirə. Mən çox sevindim. Bir dəfə bir müəllim bu il olmuşdu. Çox təəssüf bilmədim hansı fənn üzrə idi. Deməli, bu il, üzr istəyirəm, ötən illəri 30 bal yığmayaraq kəsilmişdi. Amma bu illəri ən yüksək bal toplanmışdı. Mən bu adamı alqışlayıram. Tamam. Sabah mən də hansısa imtahanı kəsilə bilərəm. Mənim kimi 100 adam kəsilə bilər. Bu dünyanın sonu deyil. Amma öz üzərində işləməyib də qarşı tərəfi günahlandırmaq artıq bu yol verilməz haldır. Biz burada qarşı tərəfin təmsilçisi deyilik. Biz burada sadəcə üçüncü şəxs müşahidəçi tipində danışırıq. Bəli. Gəldik məsələyə. Mən fikrimdə uzatmadan deyim ki, fikrimdə qalıram. Mən növbəti 5 illikdə
Bütün fənlər üzrə sualların çox da qəliz olacağını düşünmürəm. Səbəbini əsaslandırdım ki, hər şey etap-etap gəlir. Məsələn, sertifikasiyanın 1-ci ilində, 2021-ci ildə, 2022-ci ildə bəzi texniki problemlər var idi, onlar sonra aradan qaldırıldı. Təşkilati məsələlərdə bəzi problemlər var, aradan qaldırıldı. Sualların təqdim etmə mexanizmi nələrsə var, aradan qaldırıldı. Amma sualların ağırlıq dərəcəsinə heç cürə toxunulmadı. Yenə nə demək istəyirəm? Mən düşünürəm ki, ikinci siklda da, ikinci 5 illikdə də daha çox sertifikasiyanın qaydaları üzərində işlər gedəcəkdir. Təşkilati qaydalar, texniki qaydalar, ola bilsin balların hesablanması, ola bilsin maaş məsələsinin başqa variantlarının hesablanması. Məsələn, deyək ki, müəllimin maaşı 10% civarında yalnız 31 baldan yuxarı olanda yox, başqa bir intervalla hesaplansın, 35% həmsə onun kimi və yaxud da ki, digər qaydalarda və şərtlərdə dəyişiklik ola bilər. Gözləmədiyimiz dəyişiklik ola bilər. Amma sualların ağırlıq dərəcəsində yüksək dəyişiklik olacağını mən gözləmirəm. Və bununla da, sırf buna görə də düşünürəm ki, növbəti 5 illikdə sertifikasiyada kəsilənlərin sayı indiki qədər olmayacaq. Daha az olacaq. Çünki niyə görə? Müəllimlər artıq bu mərhələdən keçiblər, tanış olublar, adaptasiya məsələsi var. Beyin artıq o təcrübəni özündə qoruyub saxlayır. Özünü müdafiə instinkti artıq öz işini görüb. Bəli. Məncə bu istənilən fənd üzrə deməyək, bir çox fənlərdə daha az olacaq. Tam səmimisə deyirəm ki, az olacaq. Yenə olacaq öz yerində. Amma bizə maraqlıdır görə hələ qaydalarda nələr dəyişəcək. Bax, bu məsələn bu tərəfdə var. Biz yalnız sualları deməyək. Baxın, sertifikasiya ilkin öz ixtisasla bağlı ilkin bilik səviyyəsinə nə dərəcədə malik olmasını göstərir. Bunun mahiyyəti budur. Mən inanmıram ki, hansısa bir fəndən belə qeyri-adi bir çətinlik dərəcəsi olan suallar salına bilər. Bir neçə nümunə ola bilər, amma söhbət ümumdən gedir. Elvin bəy, açıqlamalarınıza görə təşəkkür edirik. Maraqlı fikirləriniz var idi. Azedo Təhsil Portalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan Təhsilsiz verilişinin bugünkü buraxılışı ilə qarşınızdaydıq. Bugün dərsliklərin dili və sertifikasiya ilə bağlı bir neçə məsələyə toxunduq. Ümidvarıq ki, yararlı olar izləyicilərimiz üçün. Görüşənədək.